Ramazan ayın birinci gündən düz 30-cu günə kimi hər gün namaz var. 2 rükətdir. Həm surəni oxuyursan, həm surədən sonra 3 dəfə İxlas surəsini oxuyursan. Subh namazı kimidir. Çox rahatdır. Verəyəsən, Ramazan ayı namazın qılan qüvvətən illallah. Bu həm surədən sonra 3 dəfə İxlası düdüz, 2 dəfə subh namazı kimidir. Deyəndən sonra zikir var. İnşallah deyəcəm, burada yazacağam, kopyaləyəcəm. Paylaşan namazdan sonra o zikri oxusun. Çox gözəl zikirdir. Subhana mənnə huvənə havizun və qəfəl və subhana mənnə huvə rahumun lə ya'cin. Subhana mən huvəl qavimən lə yəhsuhu. Subhana mən huva dəmilə yəhunə. Yahud. Bunu oxuyun, bu birincidir. 7 dəfə ərbəyin deyirsən. Ərbəyin hamı bilir də 100%. İnki bilənlər bilir, bilməyənlər üçün yazacağam bura. İnşallah siz də oxuyun. Subhanallahu vəlhamdulillah və la ilahə illallahu vallahu əkbər. Bunu dediniz. Üçüncü. Üçüncüdən sonra da bir dənə zikir var inşallah. Subhanallahu Subhanallahu Subhanallahi ya azimin iğvini iyazın zembulu azimi. Bunu deyirsən üçüncüsü. Üçüncü qutardı. Dördüncündə 10 dəfə salavat Peyğəmbərimizə. Allahum salli ala Muhammed və ali Muhammed. 10 dəfə salavat deyin. Çox rahatdır. 2 rükətli namazdan sonra bu zikirləri deyin. Allah bütün dualarınızı, ibadətlərinizi, Ramazan tutucu oruclarınızı qəbul etsin. İlahi amin.